Sam dostlarımın tamamını sizlə birlikdə əştiridir, yəni haqqında danışırıq. Məsələn, siz şu anda dərs oxutursunuz. Məsələn, bir kiçik səhv edəndə analar niyə bağırır? Elə o ağlıma fikir gəldi. Ya bu da ilk HD videom. İlk HD videom belə. Bəzən nəsə xəta bilər. Yəni hər deyəcəyimiz bir şey. Amma uşağınıza siz dərs oxudarkən bağırmayın. Sadəcə səhvə düzəldə də bilərsiniz, amma bağırmaq yarar. Bağırmaq isə nə demək istəyirəm sizə deyim. Bağırmaq bağırmaq, yəni məsələn bu uşaq səhv yazırsa ya da hissənizsə bağırmanız normal. Amma uşağınıza bağırmayın. Əgər sizin uşağınızsa bağırmayın. Elə bu. Amma nə olar bağırmayın uşaqlarınıza, sizin uşağınızsa. Bağırsanız uşaqlarınıza travma yaşada bilərsiniz ya da şiddət. Şiddətlə travma yaşada bilərsiniz bağırsanız uşağa. Onun üçün uşaqlarınıza bağırmayın. Bay bay.